Bismillahirrahmanirrahim. Esselamu aleyk ya Əba Abdillahil Hüseyn. Muharrem ayındayıq. Mövzumuz İmam Hüseyn əleyhissalamın məqam və mənziləti məsumların kəlamındadır. Ötən müzakirədə Allah Rəsulunun İmam Hüseyn barəsində və İmam Hüseyn əleyhissalamı sevənlər barəsində buyurduğu duanı müzakirə etdik. İstərdim bugün də bir hədisi qısa olaraq sizlərlə müzakirə edək. Bu hədisi Muhammed ibn İsa Tirmizi özünün Sünən-i Tirmizi hədis kitabında nəql edir. Hədis bundan ibarətdir ki, Allah Rəsulu buyurur: Hüseynun minni və ana min Hüseyn. Hüseyn məndəndir və mən də Hüseyndən. Əhəbballahu mən əhəbbə Hüseyna. Allah Hüseyni sevən şəxsi sevir. Hüseynun sibtu minəl əsbab. Hüseyn bütün peyğəmbərlərin vəsisi və varisidir. Bu hədisin əvvəli məlumdur. Hüseynun minni, yəni İmam Hüseyn əleyhissalam peyğəmbərin nəslindəndir. Amma hədisin ikinci hissəsi və ana min Hüseyn və mən də Hüseynnənəm. Heç şübhəsiz bu daha çox izah tələb edir. Və bu hədisin izahı barəsində buyurmuşlar ki, Peyğəmbər ki buyurur və ana min Hüseyn, yəni imamət məqamı ilə nübüvvət məqamı, yəni mənim xatəmiyyətimlə başlanacaq imamət məqamı mənim xatəmiyyətimin ilahi və mənəvi davamıdır. Yəni Allahın kəlamı, Allahın buyurduqları imamət məqamı ilə qorunub saxlanacaq və bu heç şübhəsiz Hüseyn ibn Əlinin mübarək qiyam və rəşadəti ilə baş verəcəkdir. Sonra Allah Rəsulu buyurur ki, Əhəbballahu mən əhəbbə Hüseyna. Allah Hüseyni sevəni sevir. Keçən hədisdə Allah Rəsulu dua edirdi. İlahi, Hüseyni sevəni sev. Burada isə xəbər məqamında buyurur ki, Allah Hüseyni sevən şəxsi sevir. Bunun sirri də bundan ibarətdir ki, hər kim Hüseyn ibn Əlini sevsə, Allahın sevib seçdiyi bəndələr cərgəsinə daxil olar. Başqa məşhur bir hədis var ki, elə Allah Rəsulu buyurur ki, Əl-mər'u mə'əmən əhəbbə. Hər bir şəxs öz sevdiyi şəxslə bərabərdir. Hər bir şəxs sevdiyi şəxslə qiyamət günü məşhur olacaq. Hüseyni sevən şəxs heç şübhəsiz Allahın buyurduqlarına təslim olan şəxsdir. Allahın buyurduqlarını icra edən şəxsdir. Allah Rəsulu buyurur ki, Hüseynun sibtu minəl əsbab. Hüseyn bütün peyğəmbərlərin vəsisi və varisidir. Sibt kəlməsi barəsində bir çox sözlər deyilir. Onların biri nəvə mənasında, ardıcıl mənasındadır. Yəni Allah Rəsulu buyurur ki, bilin, mənim təyin etdiyim bu imamət məqamı Hüseyn ibn Əlinin nəslindən davam edəcək. Bu da Allah Rəsulunun öz ümmətinə göstərdiyi bir hidayətdir, öz ümmətinə bir göstərişdir. Bildiyiniz kimi, imamət Hüseyn ibn Əlinin nəslinin davam etmişdir. Yəni İmam Əli, İmam Həsən, İmam Hüseyn, İmam Hüseyndən sonra gələn imamların hamısı Hüseyn ibn Əlinin nəslindəndir. Bu da əsasən Allah Rəsulu öz ümmətini gələcək azma və sapmalardan qoruyur. Esselamu aleykum və rəhmətullahi və bərəkət.